Salam değerli izleyicilerimiz. Bugün size əla bir mini villa çəkib təqdim edirəm. Bax burada əsas qapısıdır. Bax bu da ki burada belə bir marketidir. Hazır marketdir, mini market. Mən sizə içəridən də göstərəcəm. Daxil oldu evimizin həyətinə. Bax bura navesdir. Həyətin üstü navesdir. Bax burada qeyd etdiyim kimi qapıda marketin içine girək. Bax belə bir marketidir. Bunun qapısıdır. Burada yardımçı belə skladıdır. Ümumi 3 sot torpaq üzərində tikilib. Evin ümumi sahəsi 180 kvadratdır, altı üstü. Bak burada həyətdə olan ayaq yolsu. Bak bu da bizim evimiz. Belə bir gözəl evdir. Bak burada dekoratif ağaclardır, üzüm tənəyidir. Bak burada da belə bir ağaclar var. Burada besetkadır. Evimiz 4 daş kürsü üzərində tikilib. Sağına, soluna ve arkasına keçməyə yeri var. Mən indi vaxt aparmıram. Arkada hardasa 2 metr enində bir yerdə var. Evin üzü gördüyünüz kimi təmiz ağlay daşla döşənib. 4 otaqdan ibarətdir. Bir daha sizə həyəti göstərim. Bak buradan həyəti göstərim. Keçək evimizin içinə. Daxil olduq evimizin dəhlizlə. Burada dəhlizdir. Yəni yaxşı evdir. Sağda burada mətbəxdir. Evimiz həm əşyalı satılır, həm də əşyasız satılır. Tam qoşadaş, ara mərtəbəsi beton monolit. Evimiz özdəki kombi sistemi ilə qızdırılır. Bax burada iri bir şkaf yığılıb. Bu da ki qonaq otağıdır. İri bir qonaq otağı. Çoxdankı evdir. Burada sağda hamamla ayaq yolsu. Qalxaq ikinci mərtəbəyə. Pilləkənlərə gördüyünüz kimi avallidir. Tökmə beton üstündəki taxta ilə döşənib. Evimizin ikinci mərtəbədəki holdur. Burada eyvanı. Yəni yuxarısı mansarddır. Elə eyvandan yuxarı mansarda yol keçidi var. Yəni mansarda təmizdir. Ona görə sizə göstərmirəm. Burada bir otaqdır. Yatak otağıdır. Burada da ki ikinci otaq. Ve üçüncü otaq. Bütün pəncərə dəmir şotkalar var. Evi ipoteka şərti ilə götürə bilərsiniz. Qaz, su, işıq hamısı daimidir. Əşyalı 240 min manatdır. Əşyasız isə 220 min manat. Yəni yaxşı, dəyərli. Bu da ki ikinci mərtəbədə olan hamamla ayaq yolsudur. Kim alsa Allah xeyir versin.